əsas tərəfdə olan eyni cümlə özünün işləndiyini analiz etmək olar. Deyir ki, sxemə əsasən hansı cümlədə sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf olan eyni cümlə üzvünün işləndiyi əməkdə demək olar. Deyir ki, sxemə əsasən hansı cümlədə sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf olan eyni cümlə üzvü. Bu asandır ki, bax, mən həminki insanam. Bir ben aşağı çəkək, yer varmı? Yerdə yoxdur da yazmağa. Neyse buradan yazaq. Mən həminki insanam. Mən həminki insanam cümləsində insanam xəbər, kim insandır mən, hansı insanım, həminki insanam. Bax, bu həminki insana görə aslı tərəfdir. İnsan sözü həminkiyə görə əsas tərəfdir. Mən həmişə əsas tərəfdir, həmişə əsas tərəf olur. Əsas tərəf olur. Mən sözü də uzlaşma ilə işlənəndə burada xəbər aslı olur. Burada əsas olur, burada aslı olur. Nə deyildi ki, hansı sxemə əsasən cümlədə sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdə olan eyni cümləz var. Bax, xəbər eyni cümləzdir. Gördün? Həm aslı tərəfdir, həm də əsas tərəfdir. Bax, bu iki dənə cümləz var. Bax, yadda saxla. Bir təyin, bir də xəbər. Bu iki dənə cümlə üzvü. Demək olar ki, həmişə nə olur? Mübtəda, məsələn, təyin özündən sonra gələn cümlə üzvləri ilə neyinir? Həmişə aslı tərəfdə olur. Xəbər özündən işlənən mübtədadan həmişə aslı tərəfdə olur. Amma təyin özündən əvvəl gələn təyinlə işlənəndə əsas tərəfdə də ola bilər. Təyin, məsələn, deyək ki, xəbərlə işlənəndə xəbər əsas tərəf ola bilər. Xəbər mübtəda ilə işlənəndə aslı tərəf ola bilər. Bunu yadda saxla. Ümumiyyətlə, bax, cümlə üzvlərinin aslı və əsas tərəf məsələsini sizə izah edeyim bir dənə. Deməli, cümlə üzvlərinin aslı və əsas tərəf məsələsi nədir? Bax, belə bir cümlə yazım indi. Bax, yazıram bura. Yadda saxla ki, bax, mübtəda həmişə əsas tərəfdir. Mübtəda həmişə əsas tərəfdir. Bax, mübtəda istənilən halda əsas tərəfdir. Xəbər, tamamlıq, təyin, zəflik. Həm aslı tərəf ola bilər, həm də əsas tərəf ola bilər. Oldu mu? İndi deyə bilər ki, gələk bu testdə niyə olmur? Gəlin bu testdə baxaq. Bu testdə tapdıq. Cavab nədir? Bu testdə tapdıq ki, cavab nə oldu? D variantı. Niyə D variantıdır? Niyə D variantı? Ona görə D variantıdır ki, bu testdə mübtəda əsasdır, xəbər aslıdır. Təyin aslıdır, xəbər əsasdır. Deməli, xəbər eyni cümlədir. Həm aslı oldu, həm əsas oldu. Mübtədaya görə aslı oldu, təyinə görə əsas oldu. Ona görə cavabımız D variantıdır. Bəs deyə bilərsən, ay müəllim, niyə bəs deyək ki, digər variantlar olmadı? İndi gəl baxaq. Bax, zəflik nədir? Ardıcılığa fikir ver. Zəflik, təyin, xəbər. Əgər təyin burada olsaydı, o zaman zəflik olacaqdı həm aslı, həm əsas tərəf. Amma zəflik orada olmadığına görə bunların hər ikisi həm təyin,
həm də zəflik aslı tərəfdir. Yəni hər ikisi xəbərlə əlaqəyə girə bilir deyə bu da aslı tərəfdir. Təyin də aslı tərəfdir. Mübtəda ilə xəbər olanda yalnız aslı tərəfdir. Çünki burada bir dənə mübtəda və xəbər var. Burada xəbərin əsas alınması üçün xəbərin yanında nə olmalı idi? Təyin olsaydı, zəflik olsaydı, tamamlıq olsaydı, bu zaman xəbər əsas ola bilərdi. Əsas ola bilərdi. Amma burada bunlar yoxdur. Bunlar yoxdur deyə bu əsas olmadı. Tamamlıq, zəflik, xəbər. Burada da eyni şəkildə zəflik, xəbərlə işlənəndə xəbər burada ancaq əsas tərəfdir. Tamamlıq da işlənəndə xəbər yenə əsas tərəfdir. Yəni burada bizdən nə soruşur? Deyir ki, sintaktik əlaqə həm əsas, həm də aslı tərəf olsun. Eyni. Burada eyni cümlədir, amma hər ikisində əsasdır. Təyin mübtəda, burada da təyin ancaq mübtəda ilə işləndiyinə görə ancaq aslı tərəfdir. Yəni əsas tərəf deyil. Çünki mübtəda həmişə əsas tərəfdir. Aslı ola bilmir. Aydın oldu? İndi gəlirik bura. Bax, burada da fikir versənmi? Əgər, məsələn, xəbər nə vaxt aslı əsas olur? Bax, belə indi izah edirəm necə olacaq? Bax, təyin, oldu mu? Xəbər, tamamlıq, xəbər, zəflik, xəbər. Belə olanda, xəbər, bax, bu üçündə də xəbər əsas tərəfdir. Amma mübtəda xəbər olanda, xəbər burada asılı tərəfdir. Aydın oldu mu? Sonra, məsələn, tamamlıq, məsələn, təyin, tamamlıq, xəbər olanda, burada tamamlıq olur aslı tərəf, təyin tamamlıq izah edildiğine görə tamamlıq olur əsas tərəf. Yəni həm əsas, həm aslı olur. Və yaxud da eyni şəkildə təyin, zəflik, xəbər olanda, zəflik olur aslı tərəf, xəbər olur əsas tərəf. Burada hər ikisində xəbər əsas tərəf olur. Təyin zəfliklə işlənəndə təyin olur aslı tərəf, zəflik olur əsas tərəf. Yenə də zəflik də eyni şəkildə həm əsas, həm aslı tərəf oldu. Təyin nə vaxt olur? Məsələn, təyin yanında ilə təyin də gələndə, bu zaman təyin olur əsas tərəf. Təyin də özündən sonra deyək ki, tamamlığı izah eləyəndə, burada olur aslı tərəf. Yəni, təyin də həm aslı, həm əsas tərəf ola bilər. Misal üçün deyəm ki, qırmızı, donlu, qız. Donlu sözü qızı izah elədi, oldu aslı tərəf. Qırmızı sözü də donlunu izah elədi, oldu əsas tərəf. Qırmızı özü də aslı tərəf. Aydın oldu mu? Ona görə doğru cavabımız nə olacaq? Doğru cavabımız olacaq D variantı.